Bu iş yerlərində işləyənlərə şad xəbər, maaş artırılır. Məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayı, eləcə də onların əmək haqları artırılacaq. Məzuniyyətin 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. Bu işçilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı alan, həmçinin hərbi xidmət borcunu yerinə yetirən hərbi qulluqçulara, bununla yanaşı 20 yanvar hadisələri zamanı və Çernobil AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək. Dövlət Sosial Müdafiə Fondu 51,5 milyonluq satın alma müqaviləsi elan edib. Bu tender Dövlət Sosial Müdafiə Fondunun həm əmək haqlarının, həm də fond tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi üçün bank xidmətlərinin satın alınması ilə bağlıdır. Son olaraq, Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi 18,7 milyard manatı ötüb.